Mən bədbəxt adama, özümü deyirəm ha, mənə deyirlər. Dostlarım bəzisi deyir ki, çox üzr istəyirəm, bu söz dilimə gətirmişsin. O qədər özümü layiq bilmirəm, amma mövzu üçün deyirəm. Mənə bəzi dostlar deyir ki, xahiş edirəm, zəng elə mənə əmr elə nəysə. Deyirəm ki, sən belə eləmirsən bunu. Mən də elə bilirəm ki, sənin üçün əziz deyirəm ki, ərk eləyib mənə əmrlə danışasan. O məndən keçəcəyi yoxdur, mənə yaltaqlıq da eləmir. Onun sevdiyi adamdan əmr gözləmədir ki, yəni sən məndən ərklə danışdın, mən bunu belə elə. Sən mənə elə-belə tövsiyə kimi deyəndə mənim ürəyimə yatmır. Bilim ki, yaxın bilirsən mənim. Mənim kimi adama ki, mənim kimi bir biçarə adama. Allaha da adam yaxın biləndə deyir, qurban olum, əmr elə ki, bilim ki, sənin yanında dəyərliyəm, əzizəm sənin üçün. Əmr elə ki, bilim ərk eləyirsən mənə. Bütün nə ki, bəndələr və əmr eləyəcəkdin, eybi yoxdur, hamısını mənə elə. Sənin danlağın gözəldir, əmrin gözəldir, mənə danış. Başqalarının xoşu gəlmir, eybi yoxdur. Sən mənə danış. Mövla əmr eləməsə Mövla deyil. Buradan da eşq başlanır. Mövla əmr eləməsə Mövla deyil. Buradan da bunu deyə bilərsən ki, ağa kərəmsiz, qul xətasız olmaz da, elə deyil. Mövla əmr eləməsə Mövla deyil, bəndə də günah eləməsə bəndə deyil. Deyəcəm, mütləq günah eləməli. Yox, neynəsən də günah çıxacaq içindən, o mənada. Bu çirkin günahlardan söhbət getmir. Peyğəmbər olasan, İtaət prosesində nəsə ortaya çıxacaq da, özvə uyğun, öz məqamına uyğun. Mən ki, mələk deyiləm. Mən ki, mələk deyiləm, ilahi. Mən insanam, əmr varsa xəta da var, bağışla məni. Söhbət belə başlayır Allahla. Söhbətin bəhanəsi budur. Sadələşdirib məsələn. Allah baxır, gördü ki, bəndə xəta elədi. Mənim mələklərim bilirəm, tanıyırım, indi gələcək. Buna bu lazım idi. Bəhanə idi, söhbət açmaq. İndi gözləyirəm, bu saat görsə, haradadırsa gələcək. Mən bu qədər sadə danışıram. Xəta eləyən kimi Allah deyib, haradadırsa fırlanıb gələcək bu. Mən bilirəm, bunu tanıyıram. Bu söhbət açmağa bəhanə axtarırdı. Gələcək indi, başlayacaq, günahını ortaya qoyacaq. Bir saat danışacaq məndən, mənə də ləzzət eləyəcək. Xoş olacaq mənim üçün. Üzr istəməyə gələcək. Yəni, münasibət davam eləyəcək bugün. Üzr istəməyə bəhanəsi var. Mən də bağışlayacağam.